Salam, vaxtınız xeyir olsun. 16 iyul 2026-cı il tarixidir. Yay fəslinin 26-cı günüdür. Səfər ayının 2-ci günüdür. Səfər ayının ilk həftəsinin ilk 4-cü cümə axşamı günüdür. Günümüz xeyirli uğurlu keçsin, işlərimiz avand olsun. 16 iyul günündə kimlər işləri arxasınca gedir, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avadlığı, yol açıqlığı, bol bərəkətli ruzili, sülh əmin-amanlıqlı, firavanlıqlı, dinc qulaqlı, xoş xəbərlərlə zəngin dolu bir gün keçirmələrini arzulayıram. 16 iyul kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş avadlığı, gözəl, bol bərəkətli ruzili bir gün keçirmələrini arzulayıram. Və hər birinə qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. 16 iyul günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 16 iyul günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Hər birinə gözəl, xoş xəbərlərlə, can sağlıqlı, səbirlə, eləcə də dinc qulaqlı, gözəl xəbərlərlə zəngin olan dinc qulaqlı və eləcə də sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili bir gün keçirmələrini arzulayıram. 16 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 16 iyul günündə də baş verən tarixi hadisələr vardır. 16 iyul günündə baş verən tarixi hadisələr bunlardır. 16 iyul 622-ci ildə İslam təqviminin başlanğıc günü olduğu gündür. 16 iyul 919-cu ildə Ərdəbil yaxınlığında döyüş başladığı gündür. 16 iyul 1377-ci ildə İngiltərə kralı 2. Richardın tac qoyma mərasimi keçirildiyi gündür. 16 iyul 1826-cı ildə 2. Rusiya Qacar müharibəsi baş verdiyi gündür. 16 iyul 1931-ci ildə Efiopiyanın ilk konstitusiyasının imzalandığı gündür. 16 iyul 1979-cu ildə İraq prezidenti Əhməd Həsən Əlbəkir istefa verdiyi, onun yerinə isə Səddam Hüseynin keçdiyi gündür. 16 iyul 1983-cü ildə isə Siciliyada baş verən helikopter qəzası nəticəsində 20 nəfər həlak olduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.